La ilahə. Deyir ki, yoxdur Allah, Allahdan başqa. La ilahə. Yəni ki, ola bilməz ki, həm Allahı sevəsən, həm nəyisə, belə şey ola bilməz. La ilə başlayır, yoxdur, əvvəl yox denən, la ilahə, yoxdur Allah. Yoxdur məbud, yoxdur məşuq. Seviləcək heç nə yoxdur. 100 şeyi sevmək üçün qəlb yaranmayıb, bir şeyi sevmək üçün yaranıb. La ilahə, yoxdur məşuq Allahdan başqa. Ona görə deyirəm ki, Allahı təsdiq eləmək hünər deyil. Allahdan başqalarını inkar eləmək hünərdir. Hubbud dünya və hubbullah, yaxud da hubbullah və hubbud dünya la yectəmiani fi qəlbin əbəda. Deyir, iki şeydir, dünya məhəbbəti və Allah məhəbbəti. Bir qəlbdə ikisi də birləşə bilməz. Mənası nədir? Yəni, burada 99% söhbəti ola bilməz. Burada dünyadan 1% qalıbsa, Allah məhəbbəti qəlbdə ola bilməz. Allah eşqi qəlbdə ola bilməz. Hamı bilir ki, məsələn, egoizm pisdir, egoist adam pis adamdır. Egoizmdən qurtulmağın bir yolu var, ixlasdır. Egoist adamlar kimi pis adamlar yoxdur. Hamının acığı gəlir onlardan. Onların ruhunun pis qoxusu hamını təsirinə salır. Özünü bəyənən, mənfəətpərəst adamlar, egoist adamlar bunlardır. Bir nöqtəyə yönələn qəlbdə özdən əsər əlamət qalmır. Mən bir söz deyim ki, dindarlıq ixlasla gözəldir, yoxsa dindarlıq çox çirkin bir şey olur, ixlassız dindarlıq. Dinsizlikdən pis olur, vallahi. Mən bunu təcrübədən də keçmişəm. Özüm də yorulmuşam riyakarlıqdan, riyakar adamlardan, riyakar xislətli insanlardan. Sözlərin çəkisi qalmayıb, sözün dəyəri qalmayıb. Hamı hər sözü danışır. O Şeyx Rəcəbəli Xəyyat deyirdi ki, bütün minbərlərdən danışılan sözlər düz sözlərdir, ixlas çatışmır. Əsas da odur da, yoxsa sözləri danışmağa nə var, eləmə. Yəni, məsələn, təbliğ eləmək çətin işlər deyil. Çatışmayan budur ki, nə danışan bilmir, nə niyyətə danışır, nə qulaq asan. O ki, qarışdısa niyyət, qarışırsa, çox çirkin görünür, iyrənc görünür. Mən deyərdim ki, riyaya bulaşmış dindarlıqdansa səmimi dinsizlik daha yaxşı təsir bağışlayır adamlara. Belə görünür. Adam deyir, mən buyam da, mən beləyəm. Dinsizəm buyam. Amma bu, əl aşından da olur, vəl aşından da. Bu, nə dünyası var, nə axirəti. Və dini də olur bazar, hoqqabazlıq, oyunbazlıq. Adamdan səmimiyyət istəyiblər də, səmimiyyət, səmimi ol Allahla.